Özünüz təqdim eləyin, zəhmət olmasa. Sağ olun, mən Əmrə Fatimə, Seyid Cəbəb Şərəfində Respublika Humanitar Fənlər Gimnaziyasının 9-cu sinif. Lap yaxşı. Fatimə, 9-cu sinif buraxılış imtahanının nəticə necə oldu? Yaxşı oldu. Mən özüm birinci zona üzrə imtahan vermişəm. Mən 5 aprel verənlərdənəm. Yazıt üzərindən deyə bilərəm ki, belə çox qapalı suallar asan deyil həqiqətən. Biraz ətraflı həltələyən suallar, yəni vaxt aparan idi. Çətin deyildi, sadəcə vaxt aparan idi. Çətin suallar. Neçə düzün oldu səndə? 20-ci oldu. İkisi də qapalıdandı, mexaniki səhvlərimiz. Texniki səhvlər eləmişsən. Yaxşı, imtahanla bağlı, yəni ümumiyyətlə 9-cu sinif buraxılış imtahanına hazırlaşanlar necə hazırlaşsınlar ki, onlar yaxşı nəticə əldə eləsinlər? Onlar daha çox çalışmalıdırlar. Həqiqətən hansı mövzularda zəifdirlərsə, onların üstünə daha çox getməlidirlər. Yəni bildiyi üzərindən çox işləməkdənsə bilmədiyi üzərindən işləməlidir ki, sonra onunla çətinlik çəkməsin, görəndə sualı şok olmasın da, belə deyim. Aydındır. Səncə əlavə materiallar işləməlidir, yoxsa ancaq Dövlət İmtahan Mərkəzinin əslində test toplusu bəs eləyir? Deyim özü deyir ki, bəs eləmir, amma məncə yalan söhbətdir. Bəs eləyir, test toplusu alınmalıdır. Yəni ki, test toplusundan suallar çox düşür. Tək dərslik bəs eləmir. Dərslik də yaxşıdır əslində, amma oradakı mövzu genişliyi azdır, test toplusu əslində. Aha, yəni səncə test toplusunu, yəni demin birinci, ikinci nəşrini yaxşı eləsən, ümumiyyətlə bu imtahanı yaxşı verə bilərsən, yoxsa əlavə nəşrlərə də ehtiyac var? Məncə yoxdur, test toplusunu. Bir dənə sual göstərən düşmüşdü, məsələn 11-ci siniflərə, göstərən də sual salırlar. Amma məncə test toplusunu da eləmək kifayətdir. Yaxşı, bəs imtahanla bağlı iradın var? Hə, var, əlbəttə ki. Trapesiya sualı var idi birinci zonda 5 aprelində. Trapesiya sualında bizə oxşarlığa sual idi. Orada trapesiyanın balaca hündürlüyünə, yəni yuxarıdakı oturacağı ilə yan tərəfi 7 olurdu, diaqonalı 14 olurdu. Yəni üçbucaq bərabərsizliyini ödəmir. Çünki iki tərəfin cəmi digər tərəfə bərabər olurdu. Bu da üçbucaq bərabərsizliyini ödəmir də. Bu sual səhvdir, yəni amma həllin gedişatına təsir eləmir deyə bunu səhv götürmədi. Amma orada uşaq onu görəndə şok ola bilərdi. Yəni ki, belə üçbucaq olmur, özündən şübhələnə bilər. Məncə elə sual qoyub onlara düzgün deyil. Aha, yəni belə başa düşdüm ki, sual nəzəri olaraq düzgün deyil. Bəli. Yəni trapesiya mövzusu olmaz. Aha, çox sağ ol Fatimə, təşəkkür edirəm. Sən gələcək imtahanlarında da uğurlar arzulayıram, karyerində də uğurlar arzulayıram. Təşəkkür edirəm.